Salamlarım hər birinizi 2011-2024-cü ildə birinci və ikinci qruplara, yəni bloka düşmüş ibtidai funksiya və integral suallarına baxaq. Törəmə, bundan əvvəlki izahımda törəməni izah etmişəm. İndi isə ibtidai funksiya və integralın gəlin izahlarına bərabər şəkildə baxaq. Birinci sualda deyirik ki, 2x dx integralını hesablayın. Bərabər. Deməli, burada nə yaza bilərik? Bir dəqiqə. Aha, bərabərdir. Deməli, biz baxmalıyıq ki, integralın hesablama qaydasını bilməliyik. Qüvvət bir vahid artır. 2'nin üstü bu 1'dirsə, bir vahid 2, düzdürmü? Bölürük artırdığımız bax bu qüvvətə 2'yə. Üstünə gəlir, yox, üstünə gəlmir. Çünki bu müəyyən integraldır 0-dan 2'yə. Bunlar bir-birinə apardı. Nə qaldı əlində? X-in kvadratı 0-dan 2'yə. Bir dəfə 2'nin kvadratı minus 0'ın kvadratı bərabər 4. Bir doğru cavab olur B variantı. İkinci sual. Uyğunluğu müəyyən edin. Deməli, sadələşdirsəm, sinus x plus kosinus kubu x'i açsam, yazaram ki, sinus x plus kosinus x vurulsun. Sinus kvadrat x plus kosinus kvadrat x minus sinus x kosinus x şəklində. Bölürəm 1 minus sinus x kosinus x'ə. Bu getdi. Çünki bu bizə 1 verir. Əlimdə qaldı sinus x kosinus x. İntegral sinus x plus kosinus x dx. Sinus x'dən mənfi kosinus x plus kosinus x'dən sinus x plus c. Bir doğru cavab olur. Hansı variant? Baxaq. Aha. Sinus x olmaz burada. Burada mənfi kosinus x olmalıdır. Burada mənfi olmalıdır. Bax, bunun mənfisini yazmayıblar. Mənfisi olsa bir olardı D variantı. Birə D. Bax belə. İkinci suala baxaq. 3 minus kosinus kvadrat x bölünsün kosinus kvadrat x. Bunu belə yaza bilərəm. 3 bölünsün kosinus kvadrat x minus kosinusa bölsə 1 integralda. Dx. O da bərabərdir. Bir-birə kosinus kvadrat x bizə nəyin törəməsini verdi? Kotangensin. Düzdür. Yazıram ki, buna deməli daha doğrusu tangensin. Üzrsən tangensin. 3 tangens x minus 1'in də nəyin törəməsi 1 verir x'in plus c. Doğru cavab oldu 2 C variantı. Üçüncü suala baxaq. 3 minus sinus kvadratı. Eyni qayda ilə yazsaq, yazarıq ki, 3 bölünsün sinus kvadrat x integralda minus 1 dx. Bu mənə verir. Deməli, nəyin? Mənfi 3 kotangens x minus x'i plus c. 3'e de doğru cevap olur. Hansı variant? A variantı. 1D, 2C, 3A. Bax belə. Üçüncü sual. İntegralını hesablayın. Əvvəlcə biz bu integralı sadələşdirməliyik. Sadələşdirim. Bax, buradan integral 1'dən 2'yə. Düzdür. X kvadratını çıxarsam x minus 1 plus x minus 1. Böyle x minus 1 dx bərabər. Hər tərəfi x minus 1'ə bölsəm, integral 1'dən 2'yə. Necə qalır? Əslində bu belə olur da. Deməyin ki, müəllim ortada plus var, ixtisar apardı. Xeyr. X minus 1'i çıxartdım. X kvadratı plus 1 bölünsün x minus 1 qaldı. Qaldı əlimdə integral x kvadratı plus 1 dx. Qüvvəti bir vahid artırdım. X'in kubu bölünsün 3. Üstə gələk x. İntegralın sərhədləri 1'dən 2'yə. 2 qiymətini versəm 3'də deməli 8 plus 2 çıxaq. 1 qiymətini versəm 3'də 1 plus 1. Üstə 8'dən 3'də 1 çıxanda 3'də 7. Üstə gələk 1. O da bərabərdir 3'də 10. 3 doğru cavab oldu. Y variantı. Dördüncü sual. 1 minus kosinus kvadrat x bizə nəyi verir? Bu mənə verir sinus kvadrat x'i verir. Düzdür. Köklə bir-birini aparır. İntegral mənfi pi bölü 2'dən 0'a modulda sinus x'in özü çıxır. Modulda olduğuna görə, yəni 0 mənfi pi bölü 2 olduğuna görə deməli bu modulun için mənfidir. Mənfidirsə integral mənfi pi bölünsün 2'dən 0'a mənfi sinus x şəklində çıxır. Bərabər dx. Bundan da bizə kosinus x çıxır. 0'dan mənfi pi bölü 2'yə bərabərdir. Kosinus 0 minus kosinus mənfi pi bölü 2. 90'da 0, 0'da 1 alır. 1 minus 0 bərabərdir 1. Doğru cavab olur 4 A variantı. 5-ci sual. İştiraklanmış hissənin sahəsini tapın. Deməli, integral, deməli, sahədlərə baxın 0'dan 1'ə, x'in üstü 4 dx bərabərdir. X'in üstü 5 bölək 5 qüvvəti bir vahid artırıb alınmış qüvvətə bölürük. 0'dan 1'ə. 0 qoymağın bir mənası yoxdur. 1 qoysam 5'də 1. 5 doğru cavab oldu. C variantı. Sual 6.
Deməli, mən bu integralı aça bilərəm. 2-dən 5-ə f(x) dx üstəgələk 2-dən 5-ə 1 dx bərabər. Bax, bunun qiyməti 10-a bərabər, düzdür. İndi bunu hesablayayım. İntegral 2-dən 5-ə 1 dx o deməkdir ki, x çıxır da. Nəyin törəməsi 1-dir? X-in törəməsi. Sərhədlər 2-dən 5-ə. 5 minus 2 bərabərdir 3. Deməli, bunun yerinə 10, bunun yerinə 3 gəlsəm, 10 üstəgələk 3 bərabər 13. Doğru cavab olur 6A variantı. Sual 7. 0-dan 3-ə y üstü x dx. Bu ilə mənə y üstü x-in özünü verir. 0-dan 3-ə y üstü 3 minus y üstü 0. Yəni y üstü 3 minus 1. Doğru cavab olur 7A variantı. Sual 8. Köklər hasilini tapın. Deməli, 3x-in kubu bölək 3 minus 6x kvadratı bölək 2 plus 4x 0-dan a'ya. Bu mənə nə verir? İxtisar getdi 3 qalır. İxtisar gedir 3 qalır. 0 qoymanın bir mənası yoxdur. Gətirib yerinə a yazsam. A'nın kubu 3a'nın kvadratı 4a. Yazdım mı? Nəyə bərabərdir? A'nın kubu minus a kvadratı minus 8. Tənliyin köklər hasilini tapın. A kubları gedir. Qaldı burada 2a'nın kvadratı minus 4a minus 8 bərabər 0. Köklər hasil sərbəst təd bölünsün. Baş həddin əmsalına bərabərdir. Bir dəqiqə, üzr istəyirəm. Köklər hasili -8. -8 bölü 2 bərabərdir. -4. Doğru cavab oldu 8A variantı. Sual 9. Xətlərlə hüdudlanmış fiqurun sahəsini tapın deyir. Tapaq. Deməli, biz birinci bunları bərabərləşdirib hüdudlanmış sahənin, yəni integralın sərhədlərini müəyyən etməliyik. X-in kvadrat minus 4x plus 3 bərabər 0. X minus 3, x minus 1 bərabər 0. X bərabər 3, x bərabər 1. Deməli, integral 1-dən 3-ə 4x minus x-in kvadratı minus 3 dx nə qaldı burada? 2x-in kvadratı minus x-in kubu bölək 3 minus 3x sərhədlər 1-dən 3-ə. 3 qiymətin yerinə qoysam 9, 18 minus 9 minus 9 minus 1 qiymətini qoysam 2 minus 3-də 1 minus 3 bərabərdir. Bu mənə 0 verir. Bu gedər. 2-dən 3 çıxaram. -2, -1, 1 edir. 1 plus 3-də 1 bərabərdir. 3-də 4. Doğru cavab olur 9D variantı. Maraqlı sual idi. 10-cu sual. İntegralını hesablayın. Deməli, eyni integral olduğuna görə mən bunu eyni integral dedikdə sərhədləri eyni olduğuna görə bir integralın altına sala bilərəm. 1-dən 4-ə 2 vuraq. Dərəcəsini azaltsam 1 plus kosinus 2x bölü 2. Üstəgələk 1 plus kosinus 2x dx. Bax belə. Bu ikilər getdi. Nə qaldı əlimizdə? İntegral 1-dən 4-ə. Deməli, bu ikilər gedib. 2 dənə kosinus 2x üstəgələk 2 dx bərabər. 2-ni deməli. Burada nə verir mənə? Sinus 2x. Sinus 2x. Əslində 2 sinus 2x bölü 2 olmalıdır. 2-lər də bir-birinə aparır. Plus 2x. Sərhədlər 1-dən 4-ə. Aha. Burada sadəcə üzürlü sayın. Sinusda minus olur. Minus olur. Üzürlü sayın. Bu kosinus 2x'lər də gedir. Qalır elə 2. 2 dx. Yəni 2x sərhədlər 1-dən 4-ə. 8 minus 2 bərabər 6. 10 doğru cavab oldu. D variantı. 11-ci sual. İntegralını hesablayın. Əvvəlcə sadələşdirək bu integralı. 1 minus. Bunu yazaram ki, sinus 2x olduğu kimi qalsın. Minus. 1'i yazaram ki, 1'i yazaram. Sinus kvadrat x plus kosinus kvadrat x minus sinus 2x minus kosinus kvadrat x plus sinus kvadrat x kimi. Müsbət mənfi kosinuslar getdi. Nə qaldı? 2 sinus kvadrat x minus 2 sinus x kosinus x. Buradan da elə bir 2 sinus x çıxarsam qalacaq sinus x minus kosinus x. Bölərəm məxrəcdən baxın sinus x minus kosinus x. İxtisar gedir 2 sinus x. Deməli mən integralın altında yazmalıyam ki integral 2 sinus x sərhədlər pi bölü 3-dən pi bölü 2-yə. O da bərabər -2 kosinus x sərhədlər pi bölü 2-dən pi bölü 3-ə. Gətirib sərhədlərdəki qiymətləri yerinə yazaq. Deməli, -2 kosinus pi bölü 2 minus plus 2 kosinus pi bölü 3. Bu getdi 0-a. Kosinus 60'da 2'də 1 alır. Bərabər 1. Doğru cavab oldu 11. D variantı. 12-ci sual. Xətlərlə hüdudlanmış fiqurun sahəsini tapın. Bərabərləşdirib birinci halda
sərhəd nöqtələrini tapmalıyam. X'in kvadratı minus 2 minus 2 bərabər 0. X minus 2 x plus 1 bərabər 0. X bərabər 2 x bərabər mənfi 1. İntegral mənfi 1-dən 2-yə bir-birindən çıxanda bu ifadə qalırdı. Düzdürmü? X kvadratı minus 2 minus 2 dx. O da bərabər x'in kubu bölək 3 minus x'in kvadratı bölək 2 minus 2x. İntegral mənfi 1-dən 2-yə. İndi baxın 2 qiyməti versəm 3-də 8 minus 2 minus 4 minus. İndi mənfi 1 qiyməti versəm 3-də 1 mənfi 1 minus 2-də 1 plus 2. Yəni bu mənfi 6-da 5 mənfi 6-da 5 plus 2. Hesablasam bu 6-da 16'dır. 6-da 16'nın üzərinə 6-da 5 gəlsəm 6-da 21. 6'da 21 minus 6 minus 2. Yani bunu da hesabladım. 6'da 27 yani 2'de 9. 4,5 almış olduk. Doğru cevap olur 12 C variantı. 13. sual. İntegralını hesablayın. Deməli bu biri yazaram ki sinus kvadratı x plus kosinus kvadratı x plus 2 sinus x kosinus x plus kosinus kvadratı x minus sinus kvadratı x kimi. Bunlar gedər. 2 kosinus x'i çıxarsam qalır burada kosinus x plus sinus x. Məxrəcə də sinus x plus kosinus x ixtisar gedər. Qaldı integral 2 kosinus x dx. O da bərabərdir. 2 sinus x sərhədləri pi bölək 2-dən pi bölək 6-ya. Sinüs 90 dərəcədə alır 1. Sinüs 30'da alır 2'də 1. 2 minus 1 bərabərdir 1. 13 pi bölək 6 30 dərəcədir. Bəli. 13 doğru cavab olur. Hansı variant? Bir dəqiqə baxaq. 2 kosinus x'i çıxardım. Qaldı burada kosinus x plus sinus x. Düzdür. 2 kosinus x integralda. Bəli, integralından çıxır 2 sinus x. Çünki sinusun törəməsi kosinus olmalıdır. Pi bölək 2, pi bölək 6. 2 vurulsun. Pi bölək 2 də 90'da 1 alır. 30'da alır 2'də 1. 1'dən 2'də 1 çıxıram 2'də 1. 2'də 1'i də vururam 2'yə bərabər 1. Doğru cavab olur 13 A variantı. Sual 14. Xətlərlə hüdudlanmış fiqurun sahəsini tapın. Yenə 1 plus x'in kvadratı bərabər 2. Bərabər 2. X kvadratı bərabərdir 1. X də bərabər müsbət mənfi 1. İntegral sərhədləri mənfi 1-dən 1'ə. Qalır buradan x'in kvadratı minus 1 bir-birindən çıxanda dx bərabərdir. X'in kubu bölünsün 3 minus x sərhədləri mənfi 1-dən 1'ə. Bir qiymətini qoysam 3'də 1 minus 1 minus mənfi 1 qoysam mənfi 3'də 1 plus 1. Mörtərizəni atsam 3'də 2 minus 1 minus 1 minus 2 qalır. O da bərabər sahə mənfi ola bilməz axı modulda. 3'də 4 yəni 1 tam 3'də 1. 14 doğru cavab oldu Y variantı. Sual 15. Bərabərlikdən A-nı tapın. Mən burada nə alıram? 2, yəni sinus 2x bölək 2 alıram. Düzdür. Sərhədlər 0'dan pi böləksin 2'yə. 0 qoysam zaten 0 eləyir. Mənası yoxdur. 90 dərəcə qoysam sinus 2 ilə pi 2'lər ixtisa gedir. Sinus pi qalır. Bölək 2. Bu da 0 eləyir. Bərabərdir 0. Bərabərdir A plus 2'yə. A da bərabər mənfi 2. 15 doğru cavab oldu B variantı. Sual 16. Natural ədədlər üçün AB hasilini tapın. Əvvəlcə bu integralı hesablayım. 3 vurulsun. 3 axırda vururam. X'in kubu bölək 3. İntegralın sərhədləri 1-dən 2'yə. Yəni 3'də 2'nin kubu 8 minus 3'də 1 bərabərdir 3'də 7. 3'ə vursam 7. Yəni bu integralın cavabı nəyə bərabər olmalıdır? 7'yə. Yəni 7'ni də bölərəm 2'yə, 7'də 2'yə. Deməli x'in kvadratı deməli x'in üstü 2 bölünsün 2. İntegralın sərhədləri A-dan B-yə bərabərdir 7 bölünsün 2'yə. Deməli burada 2'də yazaram ki B kvadrat minus A kvadratı bərabərdir 2'də 7. 2'lər getdi. Deməli bir dəfə yazaram ki B minus A, B plus A bərabər 7. B minus A 1'də bərabərdir. B plus A 7'yə bərabərdir. Tərəf-tərəfə toplasam 4 və 3. B bərabərdir 4, A bərabər 3. Hasil nəyə bərabər? 12'yə. 16 doğru cavab olur Y variantı. Sual 17. Bərabərliyindən B-ni tapın. Tapaq. Dəqiqə. Deməli birinci bir tərəfə keçirib. Baxın, belə yaza bilərəm. İntegralın sərhədləri indi altdan B-yə kosinus kvadrat x minus sinus kvadrat x dx bərabərdir 2,6. Hələ ki 16'ya bərabər etmirəm. Hələ birinci bunu hesablayayım. 6'dan B-yə bu mənə kosinus 2x verir. Dx o da bərabərdir. Deməli sinus 2x bölək 2.
İntegral sərhədlər altdan B'yə. O da bərabər. B qoysam 2 olduğu kimi qalır. Sinus 2B minus sinus 2B minus deməli mənə kosinus 2x verir. Tamamilə doğru. Ay biri altdan B'ymiş. Bir dəqiqə üzürürsən. Mən bunu heç nəzərə almamışam. 6B. Biri B6'dır, biri 6B. Onda deməli B'dən 6'ya da olacaq. Bu mənfisi ilə. Mənfisi isə bu plus olacaq. Elə bil mən bunu altdan B'yə yazarım, amma qarşısına bir mənfi atmaqla. Bax belə. Onda bu mənə 1 verir də. 1. 1 də x. Yəni x çıxır buradan. Altdan B'yə. Yəni B minus 6 bərabər 2 onda 6. B də bərabər 8 tam onda 6. Doğru cavab olur 17 B variantı. Yəni gördünüz necə elədik? Yəni eyni olması üçün qabağa bir mənfi atdıq. Sual 18. 1-dən 8-ə fx x 14'dür. 1-dən 13'ə fx x 9'dur. 8-dən 13'ə soruşur. Deməli belə yaza bilərik. Əslində integral baxın 1-dən 8-ə fx x üstə gələk. İntegral 8-dən 13'ə. 8-dən 13'ə fx x bu bilsiz nəyə bərabər olur? Bu integral 1-dən 13'ə fx x-ə bərabərdir. 1-dən 8-ə fx x 14'dür. 1-dən 13'ə fx x 9'dursa, onda bunun qiyməti mənfi 5 imiş. 8-dən 13'ə. Mənfi 5-dirsə, 4'ü də mənfi 5'ə vuraram. Bərabərdir mənfi 20. Doğru cavab oldu 18 C variantı. Sual 19. Xətlərlə hüdlanmış fiqurun sahəsini tapın. 0'a bərabər edib integral sərhədlərini tapaq. X-i çıxarsam 2 minus x bərabər 0. X bərabər 0, x bərabər 2. İntegral 0'dan 2'yə 2x minus x kvadratı dx bərabər x-in kvadratı minus x kubu bölü 3. 0'dan 2'yə 0 koymağın mənası yoxdur. 4 minus 3'ə 8 bərabər 3'ə 4. 19 doğru cavab olur A variantı. Sual 20. İbtidai funksiyasının ümumi şəklini tap. Yəni integralın altına sal. Bunun dx-ini tap. Bərabər. X-in üstü 10, üstə gələk 3x şəklində yazmaq mümkündür. Plus c. Plus c. Doğru cavab olur 20 Y variantı. Sual 21. Funksiyasının qrafiki 1,27 nöqtəsindən keçən fx ibtidai funksiyası f-2-ni tapın. Deməli integral 4x'in kubu plus 2x dx tapmalıyam birinci. Bərabər. X-in üstü 4 plus x-in kvadratı plus c. X-ə 1 verəndə 27 alınsın deyir. 1 plus c bərabər 27 isə c bərabər 25. Deməli bizim integralımız, funksiyamız belə oldu. Fx bərabər x-in üstü 4 plus x-in kvadratı plus 25. Düzdür. Deməli deyək ki, mənfi 2 qiymətini yerinə qoy hesabla. O zaman f mənfi 2 bərabər 16 plus 4 plus 25 bərabərdir 45. Doğru cavab olur 21 Y variantı. Sual 22. Əvvəlcə bunu sadələşdirək 1-dən 2'yə x minus 1, x plus 1 bölünsün x plus 1 dx. X plus 1'lər gedər. Qaldı integral 1-dən 2'yə x minus 1 dx bərabər x kvadrat bölünsün 2 minus 2. İntegralın sərhədləri 1-dən 2'yə. 2 qiymətini yerinə yazsam 2 minus 2. 1 qiymətini yerinə yazsam 2'də 1 minus 1. Bu gedər müsbət 2'də 1 yəni 0,5. 22 doğru cavab olur Y variantı. Sual 23. Sual 23. Baxaq 23'ə. Mənfi pi bölü 2'dən pi bölü 2'yə. 1 plus kosinus 2x. Deməli, əgər bu 2'də 1'i mən məxrəcə yazsam, bu mənə dərəcə şasalma düsturunu verir. Yəni, mənfi pi bölü 2'dən pi bölünsün 2'yə. Bu mənə verəcək kosinus kvadratı kök altında. Kosinus kvadratı x. O da mənə modulda kosinus x çıxır. Düzdür? Bərabər. Hesablayın. Kosinus görürəm ki 0 deməli mənfi pi bölü 2'dən 0'a mənfi qiymətlər alır modul kosinus x dx. Bir də 0'dan pi bölünsün 2'yə modul kosinus x dx. Bu mənfidir, bu müsbətdir. Deməli hesablayaq. Mənfi pi bölü 2'dən 0'a mənfi kosinus x dx üstə gələk müsbətli olduğu kimi çıxır. 0'dan pi bölü 2'yə kosinus x dx bərabər. Mənfisindən elə bunun mənfi çıxır. Mənfi sinus x. Mənfi pi bölü 2'dən 0'a. Üstə gələk sinus x. Sinus x 0'dan pi bölü 2'yə. 0 qoysam 0 minus mənfi 90'da mənfi 1 alır. Plus 1. Üstə gələk. 90'da alır 1 minus 0. O da bərabərdir. Mənə lazımdır indi. Deməli
Bir sıfırlar getdi. Biri üstünə bir cəlsəm 2. Doğru cavab oldu. Y variantı. Bax bu modulda olan məsələ həqiqətən mükəmməl məsələ. Neçənci qrupun idi? Birinci qrupun sualı. Neçənci il? 2023. Mükəmməl. 24-cü sual. Bərabərliyin A-nı tapın. Eynidir. 5-dən A-ya. Görürsünüzmü? Eyni inteqralın altına yazsam 5-dən A-ya. Sinüs kvadrat x-in üstünə kosinüs kvadrat x gəlsəm 1 eləyir. X-in üstünə x gəlsəm 2x edir. 2x plus 1 dx o da bərabərdir. X-in kvadratı plus 2 5-dən A-ya. Yəni A-nın kvadratı plus A minus 25 plus 5. Yəni 30. Bərabər A-nın kvadratı. Bunun da A da bərabərdir. 30 almış olduq. 30 bizim doğru cavabımızdır. İndi baxaq. Bunu ayıraq yenə. Bax bunu ayırıram. İntegral 1-dən 2-yə x-in kubu dx üstə gələk. İntegral 1-dən 2-yə fx dx bərabərdir 5. 1-dən 2 x kubu x 4 bölək 4 deməkdir. 1-dən 2-yə yəni 4-də 16 yəni 4 minus 4-də 1 bərabər 4-də 15. Mənə 4-də 15 verdi. 4-də 15 plus integral 1-dən 2-yə fx dx bərabərdir 5. O zaman integral 1-dən 2-yə fx dx tapsam 5-dən çıxaram 4-də 15 bərabər 4-də 5. Buna 4-də vur deyir. Vursam 4-də 4-də ixtisar gedər qalar 5. Doğru cavab oldu 5. 26-cı sual. A-dan B-yə fx dx 7-dir. A-dan B-yə 4 fx rx 6-dır. 4-ü buradan silsəm qarşıya çıxarsam 6-nı 4-ə bölsəm mənfi 1/5 yaza bilərəm. Düzdür. İndi 3 integral A-dan B-yə fx dx minus 8 integral A-dan B-yə rx dx hesabla deyir. Fx dx 7-dirsə 7 dəfə üçün 21 minus. Rx dx mənfi 1/5 isə 12-dir plus 12. O da bərabər 33. Doğru cavab oldu 33. Sual 27. İntegralını hesablayın. Baxın 4-ün x-in üstü əvvəlcə sadələşdirib 3/5 minus. Bu da 2-də 1 deməkdir. 0/5 bərabər 4x-in kubu. İntegral 1-dən 2-yə 4x-in kubu dx bərabərdir. X-in üstü 4 çıxır buradan. 1-dən 2-yə 2 üstü 4 16 minus 1 bərabər 15. Doğru cavab oldu 15. Sual 28. Bax bunun sıfırlarını tapıram. Deməli integralın sərhədləri -3, -2 aralığındadır, düzdür. Bunun sıfırı 0 edir, bunun sıfırı 4 edir. Nə 0, nə 4 gəlib bu aralığa düşmür deyə. Problemsiz hesablayırıq. Necə hesablayırıq? 0 qoyanda bu modulun içi mənfi olur. -2, daha doğrusu 0 qoyanda yox, yəni -2, 3 aralığında hər hansı bir ədəd qoyanda modulun içi mənfidir. Olduğu kimi, yəni mənfi yazırıq. Olduğu kimi çıxmayacaq. -3, -2 arasında -2/5 qoysam yenə mənfi. Deməli integralımız belə oldu. -3-dən -2-yə -2 üstə gələk 4 minus 2, yəni 4 minus 2 dx o da bərabər 4x minus x-in kvadratı -3-dən -2-yə -8 minus 4 minus -12 minus 9 -12 plus 12 plus 9 bərabər 9. Doğru cavab olmuş oldu 9. Bax belə. Nömrə 29 bərabərliyindən A-nı tapın. Deməli 1 bölək sinüs kvadratı bizə nəyi verir? Bu mənə mənfi kotangens 3x verir. 3x bölək bir də 3'ü verir. İntegralın sərhədləri pi bölək 6-dan pi bölək 12-yə. O da bərabər 3-də. Pi bölək 6 verəndə 3'ü vuraram pi bölək 6-ya. Kotangens 90 dərəcə. Yəni sinüs 90, kosinüs 90 bölünsün. Sinüs 90 0 verdi. 0 minus. Pi bölək 12 verəndə 3 vuraq pi bölək 12, pi bölək 4 qalır burada. Kotangens deməli 45'də alır 1. -3'də 1 aldım. -3'də 1. Deməli -3'də 1 bərabər A minus 3'də 5. Bu tərəfə atsam A da bərabər də alıram neçə? Bərabərliyin A-nı tapın deyir. 3'də 4 aldım mən bunu. Kotangens 3x'in törəməsi 1 bölək sinüs kvadratı 3x. Bir də 3 olduğuna görə 3'lər getməlidir bir mütləq. Düz. Baxın bunun törəməsini tapanda -3'də 1 gedir, düzdür. Kotangens əvvəlcə pi bölək 6 qiymətini yazıram. Pi bölək 2 qalır. Kotangens pi bölək 2 kosinüs 90 0 verir də mənə 0. 0 minus. Düzdür. Pi bölək 12 verəndə 45. Kotangens 45'də 1 alır. -3'də 1 tamamilə doğrudur. -3'də 1 bərabər A minus 3'də 5. A da bərabərdir 3'də 4. Bax belə. Doğru cavab oldu 3'də 4. Belə. Bu qədər. Diqqətinizə görə sağ olun.